Uşaqlar, salam, necəsiz? Salam, yaxşı, çox sağ ol. Özünüzü təqdim edin. Mən Sərxan Tuncay 218 nömrəli məktəbdə oxuyuram. 11-ci sinif şagirdiyəm. Siz? Nadirzadə Nəsibə 143 nömrəli tam orta məktəbdə oxuyuram. 11-ci sinif şagirdiyəm. Siz? Məmmədzadə Ahu 143 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. İmtahan haqqında fikirlərinizi bölüşərdiniz, zəhmət olmasa. Necə keçdi? Hansı fəndən çətinlik çəkdiniz? Asan da oldu? Bu haqqda fikirlərinizi bölüşün. İmtahan belə yaxşı idi, tam belə buraxılış səviyyəsində idi. Nə çox çətin idi, nə də çox asan idi. Yəni ki, normal idi. Əvvəl imtahanda iştirak eləmisiniz? Əvvəl bəli iştirak eləmişəm. Nəticələriniz necə olub? 248 bal toplamışam. Lap yaxşı, uğurlar sizə. Sizdə bəs necə? İmtahan sualları əvvəlkinə baxmayaraq biraz çətin idi bu riyaziyyat dəfə. İnşallah yaxşı olar, qalan hamısı rahat idi. İnşallah yaxşı olar. Sizdə necə idi? Hansı Suallar fənlər? çox düşündürücü və çox rahat deməyim belə, yəni normal suallar idi. Tam imtahan səviyyəsində suallar idi. Riyaziyyatın açıq sualları biraz məni çox düşündürdü, amma yazdım hamısını. Lap yaxşı. Uğurlar sizə. Özünüzü təqdim edin. Salam, mən Ziya Məmmədov Orxan oğlu, 80 nömrəli məktəbin 10-cu sinif şagirdiyəm. Sınaq imtahanı necə keçdi? Bu gün mən rus bölməsindən sınaq imtahanından keçdim. Suallar çox maraqlı idi. Necə yaza bildiniz? Məncə yaxşı yazdım. İndi birazdan cavablar çıxacaq. İnşallah yaxşı yazmışam. İnşallah yaxşı. Uğurlar sizə. Çox sağ olun. Salam, özünüzü təqdim edin. Məmmədzadə Nihat Ramiloğlu, Neçənci sinif şagirdisiz? 10-cu sinif 283 nömrəli məktəbin şagirdiyəm. İmtahan haqqında fikirlərinizi bölüşün, zəhmət olmasa. İmtahan eldə çətin deyildi, asan idi və çox maraqlı idi. Və həyəcan da var idi. Lap yaxşı. Əvvəllər sınaq imtahanlarında iştirak eləmisiniz? Eləmişəm. Nəticəniz necə olub? Nəticə yaxşıdır, verib istəyirdim. Yaxşı olar, uğurlar sizə. Çox Salam, necəsiz? Salam, yaxşıyam, sağ olun. Necəsiz? Çox sağ olun. Özünüzü təqdim edin, zəhmət olmasa. Mən Hüseynli Salatın Masajı 3 nömrəli tam orta məktəbdə oxuyuram, 10-cu sinifəm. İmtahan haqqında fikirlərinizi bildirin. Necə keçdi? İmtahan çox maraqlı keçdi, çox asan idi. Məncə suallar çox maraqlı keçdi. İmtahan çox qəşəng keçdi. Hansı fəndən çətinlik çəkdiniz? Heç bir fəndən çətinlik çəkmədim, hər biri çox asan idi. Yaxşı olar inşallah. Uğurlar sizə. Çox sağ olun. Salam. Özünüzü təqdim edin, zəhmət olmasa. Salam, Nurğuzlu Maya. Neçənci sinif şagirdisiz? 11-ci. Sınaq imtahanı necə keçdi? Fikirlərinizi bölüşərdiniz, zəhmət olmasa. Yaxşı keçdi. Suallar çətin idi, asan idi. Sizə necə gəldi? Sizcə necə idi suallar? Orta idi, çətinlik çəkdiklərini olurdu, amma məncə yaxşı keçdi. Yaxşı olar inşallah. Fikirlərinizi bölüşdüyünüzə görə təşəkkürlər. Çox sağ olun. Salam, özünüzü təqdim edin. Salam, mən Abbaslı Damla 5 nömrəli məktəbin 9-cu sinif şagirdi. Sınaq imtahanı necə keçdi? Fikirlərinizi bölüşün. Rahat idi, yəni Azərbaycan dili rahat keçdi, yəni başa düşdüklərim idi. Riyaziyyat biraz çətin olsa da, amma yaza bildim. Yəni belə ümumiyyətcə asan, rahat bir sınaq idi. Əvvəl sınaqlarda iştirak eləmisiniz? Lap yaxşı, uğurlar sizə. Çox sağ olun. Salam. Özünüzü təqdim edin, zəhmət olmasa. Seyidzadə Leyla 5 nömrəli məktəbin 9-cu sinif şagirdiyəm. İmtahan haqqında fikirlərinizi bölüşərdiniz bizimlə. İmtahan yaxşı keçdi. Riyaziyyat biraz çətinliyim oldu. Azərbaycan dili incisi maraqlı idi suallar. Əvvəllər sınaqlarda iştirak eləmisiniz? Bəli. Onda da sizdə nəticə yaxşı olub. Necə nəticələr toplamısınız deyə bilərsiniz? Riyaziyyat biraz zəifəm onda. Yaxşı olar, uğurlar sizə. Uğurlar sizə. Sağ olun. Salam, özünüzü təqdim edin. Salam, mən Aslanlı Aylin Elkin qızı. Neçənci sinif şagirdisiz? 8-ci sinif. Hansı məktəbdə oxuyursunuz? 244 nömrəli məktəbdə. İmtahan necə keçdi? Fikirlərinizi bölüşün, zəhmət olmasa. Mənim üçün o qədər də çətin olmadı. Ümumi desəm normal idi. Riyaziyyat biraz çətin idi. 7-ci sinifdən də düşmüşdü. Təkrarlamadığım üçün biraz çətin gəldi. Salam, özünüzü təqdim edin. İnci Məmmədzadə 9-cu sinif şagirdi, 143 nömrəli tam orta məktəbin şagirdi. Siz? Nadirzadə Dilaviz 9-cu sinif şagirdi, 143 nömrəli tam orta məktəbdə oxuyuram. Şimdi Rövşənə 10-cu sinif şagirdi, Xırdalan məktəbi. Aliyeva Ayşə 8 nömrəli məktəb 10-cu sinifdə oxuyuram. İmtahan necə keçdi? Fikirlərinizi bölüşün, zəhmət olmasa. Çətin idi, amma biraz həyəcan var idi. Var idi. Hansı fəndə çətinlik çəkdiniz? İngilisdir. İngilisdir. Sizdə riyaziyyat. Sizdə hansı fən yaxşı Asan idi, oldu? ingiliscə çətin idi biraz. İngilisdir. Sizdə? İngiliscə çətin. İngilisdir.
testi çətindir. Uğurlar, inşallah yaxşı olar. Cavablarınızı göndərəcəyik sizə. Hər birinizə uğurlar. Özünüzü təqdim edin. Mən Əlizadə Xədicə, 57 məktəb nömrədə oxuyuram. 10-cu şagirdiyəm. İmtahan necə keçdi? Sizcə necə idi? Asan, çətin? Fikirlərinizi bölüşün, zəhmət olmasa. Bəzi suallar var idi, çətin idi, bəziləri var idi, asan idi, amma maraqlı idi. Yaxşı olar, uğurlar sizə. Sağ olun. Sağ olun.